Salam əzizləyicilər. Deməli, BMW C30-dur. B46 motorlardandır. Avtomobil 2 plug-in hibriddir. Deməli, bugünkü temamız nədir? Bu avtomobillərə stage 2 yazıblar. Avtomobil sahibi də arxa kadrdadır. Sürdüyüm stage yaxşıdır, pis deyil. Sadəcə olaraq sürdüyük loqları aldıqca görə avtomobildə problemlər var. Və o problemi aşkar etmək üçün bütün canlı parametrlərinə baxdıq. Bundan əvvəlki sahibi avtomobil 92-ni sürüb. Avtomobil sahibi, indiki yəni bu avtomobil sahibi də onu bilmirdi. Və yoxlatdırmadan da stage yazıb. Bax, sveçaların vəziyyəti. Alışmışam onların vəziyyəti. Qaz buraxıb. Kontaktları pis vəziyyətdə. Gördüyünüz kimi. Avtomobilə də hal-hazırda stage 2 olduğuna görə daimi 98 yanacaqla istifadə edirlər. 92 yanacaq, estağfurullah, 98 yanacaqla istifadə edirlər. Məsələ burada nədir? Məsələ bunun ibarətdir ki, avtomobilə ilk öncə stage yazmamışdan öncə bütün avtomobilin parametrləri yoxlanılmalıdır. Alışma şamları, vozduxammerin verdiyi hava kütləsi, farsunkalardır, svetsasıdır, zaslonkasından tutulmuş bütün parametrləri, turbonun verdiyi təzyiq, hər bir şey yoxlanılmalıdır ki, avtomobildə problem yoxdursa stage yazılmalıdır. İndi biz 4 dənə orijinal svetsanı qoyuruq. Orijinal BMW-nin orijinal svetsası. Farsunkaların 4-ü də sökülərək stend olundu, bərbad vəziyyətdəydi, avtomobil sahibi arxa kadrdaydı, özü də şahidlik elədi. Bütün hamısını ideal vəziyyətdə gətirdik, bir də qaldı durasiya qapayıcı, yəni zaslonkanı da söküb, yuyub adaptasiya edəcəyik və bütün parametrləri düzələcək inşallah. Sözümün canından ibarətdir ki, əvvəla stage yazdırırsınızsa birinci ustamızın yanına gedəndə ondan soruşun ki, yəni stage yazdırmaq istəyirəm, yoxlasın maşını. Maşının yoxlanılmadan qəti stage yazmaq olmaz. İndi düzdür, Azərbaycanda yazılmayıb bunun stage'i. Loqlar alıblar da, düzdürmü? Avropadan yazıblar. Bu təbii haldır, çünki Avropada olan insan buradan bunu yoxlaya bilməz. Hər hansı bir çip tuning ustası. Amma çox vaxtı artıq mən də görürəm ki, bizim bəzi ustalarımız var ki, müştəri gedir yana ki, stage yazdırmağa, deyir, hə, sögə yazaq. Heç nə yoxlamadan elə naxadı başlayırlar stage yazmağa birbaşa. Bu da avtomobil birbaşa ziyandır. Mühərrikə ziyandır, turboya ziyandır. Yəni, mühərrikin resurslarına ziyandır. Yoxlanılmadan yazılan və individual yazılmalıdır. İndi bunun stage ilə bağlı heç bir problem yoxdur. Yəni, mən sürdüm, getməyi, turbonun açmağı, hamısı qaydasındadır, bir problem yoxdur. Çəkimi də yaxşıdır, yanacaq sərfiyyatına da baxdım parametrədən, deməli düzgün yazılıb. Çünki yanacaq sərfiyyatı normaldadır, yəni artım yoxdur. 4 ədəd alışma şamla sveçanı əvəz elədik, farsunkalar söküb yuyduq, bütün lazımi qulluqlarını elədik, bütün parametrlərini düzəltdik. İnşallah ki, bundan sonra daha yaxşı effektin görəcək. Təşəkkürlər, izləmədə qalın.